Süjetdə də qeyd olunduğu kimi, aprelin 6-sında Prezident İlham Əliyevin Avropa İttifaqı Şurası və Ermənistan rəhbərlərinin Brüsseldə baş tutmuş görüşü erməni tərəfində isterikaya səbəb olub. Ermənistanda müəyyən qruplar üçtərəfli görüşün nəticələrini məğlubiyyət kimi qiymətləndirirlər. Haykü salanlar arasında ölkənin sabiq prezidenti Robert Köçəryan da var. 2020-ci ildə dəmir yumruğun işə düşməsi ilə yaranmış yeni geosiyasi konfigurasiya Ermənistanın danışıqlar masasında diktə olunmuş reallıqlarla barışmasını şərtləndirir. Buna baxmayaraq, 2-ci Qarabağ müharibəsində ağır məğlubiyyətlərlə üzləşmiş Ermənistanda hələ də müharibə havasında olan qüvvələr var. Xüsusilə Brüssel görüşündən sonra Azərbaycanın güclü siyasi iradəsi qarşısında pəşmürdə vəziyyətə düşən Ermənistanın bəzi dairələri erməni cəmiyyətinin gələcəyinin qaranlığa qərq olacağını iddia edirlər. Uzun müddətli erməni siyasi arenası və mediası ATƏT-in Minsk qrupu ilə bağlı məsələni aktuallaşdırmağa çalışırlar. Lakin Brüssel görüşündə ATƏT-in Minsk qrupu haqqında ümumiyyətlə bəhs edilmədi və Ermənistan müxalifəti, özəlliklə Hayastan bloku və dırnaqarası Şərəfin var fraksiyasından olan millət vəkilləri və siyasətçilər Brüssel görüşündə ümumiyyətlə Dağlıq Qarabağ ifadəsinin işlədilməməsini, Azərbaycan prezidentinin mövqeyinin Dünya Birliyi və ən əsaslı Avropa İttifaqı Şurası tərəfindən bir daha qəbul edilməsi kimi şərh edirlər. Ermənistanın ikinci prezidenti, parlamentdə təmsil edilən müxalif Ermənistan blokunun lideri Robert Köçəryan hazırki hakimiyyəti səriştəsizlikdə və yalançılıqda itham edərək diqqəti orduda baş alıb gedən negativ hallara yönətməyə çalışıb. Köçəryanın qənaətinə görə ölkələr arasındakı sərhədlərin demarkasiya proseslərinin sürətləndirməsi müsbət haldır. Lakin eks-prezident onu da bildirib ki, ölkənin hərbçiləri öz sərhədlərini tam dəqiq tanımırlar və onlara bu barədə dəqiq məlumat verilmir. Stat. Bugün Ermənistan ordusunda özbaşınalıq halları pik həddə çatıb. Generallar vəzifədən kənarlaşdırılır və onların bəziləri cinayət məsuliyyətinə cəlb edilirlər. Komandirlər, zabitlər qətiyyətli xidmət göstərmirlər. Hətta bəziləri xidmətləri yarımçıq qoyaraq ordu sıralarını tərk edirlər. Gənclər orduya getməkdən yayınırlar. Hazırki hakimiyyət isə keçmiş oponentlərindən qisas almaqla məşğuldur. Bütün bunların fonunda Brüssel görüşünün nəticələri barədə obyektiv fikir yürüdənlər də az deyil. Ermənistanın sabiq baş naziri Hrant Bagratyan Brüssel görüşlərinin son nəticədə ölkəsi üçün faydalı olacağını düşünür. Stat. Avropa İttifaqının rəhbəri Charles Michelin iştirakı ilə keçirilən görüş tərəflər arasında müsbət dinamikaya gətirib çıxara və Ermənistanın iqtisadiyyatı üçün mühüm rol oynaya bilər. Hesab edirəm ki, ölkəmiz bundan düzgün qərar çıxararaq onun nəticələrindən yüksək səviyyədə faydalanacaq. Bənzər bəyanat Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyandan da gəlib. Stat. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Azərbaycan və Ermənistan arasında komissiya fəaliyyətə başlamalıdır. Eyni zamanda bizim diplomatik səviyyədə də görüşlərin təşkili də faydalı olardı. Azərbaycanın prinsipial, dəyişməz sərt mövqeyi qarşısında Ermənistan cəmiyyətində siyasi xaosun yaranması məntiqlidir. Ermənistan vətəndaşları, ermənilər, sadə ermənilər artıq başa düşürlər ki, bu mübarizədə onlar uduzmuşlar. Əgər Ermənistanın siyasi rəhbərliyi və dövləti, ermənilər, siyasi dairələr Azərbaycana qarşı bu mövqeyi davam etdirəcəklər təqdirdə Azərbaycan öz iqtisadi qüdrətinə arxalanaraq siyasi və hərbi gücünü bir daha göstərmək məcburiyyətində qalacaqdır. Dəmir yumruğun təsirindən hələ də özünə gələ bilməyən Ermənistanın ictimai-siyasi dairələri ATƏT-in Minsk qrupu və status kimi ifadələrlə qərbdən müəyyən mədət umurdular. Lakin Brüssel görüşü bir daha sübut etdi ki, Azərbaycan dövlətinin, xüsusilə də dövlət başçısının qətiyyəti və müdrikliyi nəinki hərbi uğurların əldə olunmasında, eyni zamanda siyasi masada qalib tərəf kimi reallıqları diktə etməkdə əsas amildir. Ermənistan qalib tərəfin şərtləri ilə razılaşmalı və region üçün yeni dövrün əsasının qoyulmasında iştirak etməlidir. Aydın Eyvazov, Rüstəm Mikayılzadə, Tural Orucov, ASTV Xəbər.